Sənin ən yaxın padruqun belə tanınıb. Rəfiqün. Sən necə deyə bilərsən ki, arxasını şişirdənləri toya çağırmayın? Ən birinci yanındakidir bu. Belə söz deməmişim, toya çağırmayın. Nə deyirsən, bədən şişirdənləri orasından burasından, yəni ki, o adamları çağıranlar da belə-belədir. Bir şey var. O da pis çıxır da, birinci Kəmalə özünə götürməlidir. Sən niyə öz zərvə götürürsən ki? Yox, mən götürmədim. Ay, sağ ol, onda sən eyvə lazımdır bacım. Amma sənin rəfiqən olaraq Kəmalənin inciməyə... Kəmalədən də haqqı varsa özü bilər də. O, yəni, o soyuq su içsin, rahatlaşsın, nə deyim? Siz, yəni ona görə, bilsən, umduğu yerdən küsürür. Özləri bilirlər ki, mən onları kimlərə şamil eləmişəm, o sözümü. Ad çəkəcək böyləmişəm, heç kəsdən də qorxacaq bir yerim yoxdur. Yəni, əmin ola bilərsiniz, ay, eşidin məni. Heç kimdən qorxacaq bir yerim yoxdur. Heç kimin qarşısında göz kölgəlişim yoxdur. Sənin bir dənə ayıbın var, o da 16 yaşında elçini görüb sevib ərə getmişsən. Mən belə düşünəndə başqa ayıblar var. Cəmaatçı mən ayıb qurmuşam, ərə getmək bir qabahat deyil. Belə adamları çağırmayın. Belə xanımları çağırmayın. Mən də demək istəyirəm ki, 80% elə bədən şəkilləndirmə eləyib. Onda heç kim... Ay Qumraq, sən niyə qarışırdın? Elə o 80%-in bərbad kimdə olanlarında, yəni çağırmasın. Hə, qarışır da, deyir, mən xoşum. Deyir ki, mənim də acıqma gəldi, demir mən qarışırım. Mən nə elmin Qumrağın acığı gəldi, maç eləyərəm, üstə keçib gedəcək. Ay. Onu çox istəyirəm, özü bilir. Bizim xanımlar, hamısı indi müğənnilərimiz... Sənə bir söz deyir. Məndən oynayıb deyərəm ha, burada, sakit dur. Nə deyərsən? Məndən oynayaraq burada. Mən oynayaram nədir? Özü bilir. Hə.